Salamlar dostlar, videoya hoş geldiniz. Bugünkü videomuzda yine de diş saldırılarını etmeye devam edeceğim. Bu sefer en az bir 6-7 tane saldırı eləyərəm yəqin ki. Çoxlu saldırı eləyəcəm yəni. Klan kayısı pastamız var. Nə yaxşısa etkinləşdirdim. Ücretsiz bir şəkildə bunu aldıq. Eşləşmə bul deyək. Çox alamayaq. Bu ordunu sizə 100 dəfə göstərmişəm də. Neysə, buradan yürütək. Normal bir koridor açabilsək qəşəng olar. İşlətməyəcəm görünməzlik. Burada elə də hasar verən bir şey olmadığı üçün. Qəşəng vaxtda işlətdik görünməzliyi. O zehir kulesi biraz canımızı sıkacaq. Biraz da özellik baksa tilkiden yararlanaq. Geri çağırdım. Dedim ki monolitdən girə bilərik. Monolitdən saldırmaq biraz risklidir. Səbəbi orada savunmalar biraz dağınıq şəkildədir. Yəni orada biraz dağınıq gedəcək. Ne demək istədiyimi tam anlamadınız bəlkə də. Neyse, biz buradan salaq oradan. Şampiyonu da attım. Buralara kayması olur, qəşəng olardı da. Bir süper barbar attım ora. Benicilər çölə çıxmasın deyə. Burada bir dənə öfkə ataq. Barbar kral çölə çıxan bir şey olmaz. Onsuz da tək başına ilerləmədiyi üçün. Sarmaşdıraq, beyliyi binası vurmasın. Özellik bastım, şifacıların canı çox az idi deyə. Totem büyüsü və 2 büyümüz var. Buradan barbar kralı içəri salabilsək qəşəng olur. Yox, oradan içəri girəməyəcək. Bir şey olmaz. Bir dənə də öfkəmiz var hələ. Sarmaşıq açıldığı kimi öfkəni attım. Burada bir dənə totem büyüsü. Bura 3'dü yəqin ki. Çünki elə də çətin bir köy deyildi. Duvarlarından da görə bilərsiniz. Sonda da elə də bir işe yaramama görə əvvəlcə də işlətmək lazımdır. Bax, bu tarz köyləri mən çətinliklə üçləyirəm. Şampiyonu məsələn hardan atacağım belə bəllidir də. Buradan ataq şampiyonu. Öfke kulesinə gedər inşallah. Öfke kulesinə getsə yaxşı olacaq. Yəni getdi sayılır. Biraz tez işlətdim kimi gəldi mənə. Görünməzliyi biraz tez atmışdım. Özellik bastım. Tilki öləcək. Geri çağırdıq şampiyonu. Yetərlidir o qədər. Hardan saldıraq? Birinci buradan saldıraq. Klan kalesi de burada doğru gəlsin. Buz golemi de attım. Kraliçeye vurmasın klan kalesinde sizler. Titanı da attım, dəstək olsun. Onlar orada klan kalesinde alarlar. Biz buradan saldıraq. Buralara süper barbar attım. Şeye atağını, şampiyonu göndərək getsin. Girişdə bir dənə öfkə atıram. Qəşəng. Buranı sarmaşdıraq. Pis bir sarmaşdırmaymış kimi görüşə bilər. O sarmaşdırma. Öfkə kulesi partladığına görə burada özellik basma məcburiyyətinə qaldım. Hormon bizdən canın nətərdə ol deyə. Barbar kralı hardadır? Ona dəstək olay.
Özelliği hələ durur, ona görə vacibdir. Ara totem büyüsü attım. Söyle bir yere buralara büyücü. Süper barbarın birini saxlayaq. Köydə 3 kimidir. Yetilərimiz var. Devlər var. Devlər tanklaya bilər. Barbar kan özelliği var. En yaxşısı odur. Kəllə uzataq. Minyon prensi alsın. 3 yıldız. Rahat bir şəkildə. Titanımız hələ də yaşayırmış. Nətər yaşayır bilmirəm. Ödülü al deyək. Nəsə bugün şanslıyıq. 3 yıldız gedirik. Buradan yani ordunu bu hissədən atacağım. Ona görə də şampiyonu buradan ataq. Təmizləyə getsin. Koridor oluştursun. Tilki şampiyondan çox arxada gələndə görünməzliyi biraz gec atmaq olur. O da yaxşı bir cəhətdir. Çıxma görünməzlikdən. Çıxdı. Şampiyon öləcəkdir. Planladığım kimi getməli biraz. Biraz yox da hətta heç getməli deyək. Şampiyon yok, buradan saldıracağım. Orada çox pis yerdir. Orada əriyəcək. Ona görə buradan saldırmaq daha yaxşıdır. Buradan salaq orduyu. Şampiyonu gözlədik. Onun canı azdı, çox ilərdə gedib ölə bilər. Ah, barbar kral yenə çölə çıxdı. Həmişəki kimi. Özellik bastım, oldu şampiyon öləcəyini gördüm. Buranı belə sarmaşdıraq. Barbar kral burada olduğu üçün elə kuşatma makinesini şeylədim yanlışlıqla. Barbar kral orada özelliği bir işe yaramadı qəribə bir şəkildə. Öfke büyüsü ilə totem büyüsü qalır hələ. Canımız hələ var, ona görə tez atmağa ehtiyac yoxdur. Öfkəni indi ata bilərik. Totem büyüsün buradan ataq. O intikam kulesi canımı sıxdı. Orduya əritdi. Şəllav üçün buradan ataq, ordunun içi ilə getsin. Tez atdıq kimi. Şampiyonumuz hələ yaşayır bəlkə bir ehtimal, amma tanklar əridi demək olar ki. Titan var. Kraliçenin canı var. Aldıq kimi, orada elə də ağır savunma falan qalmadı. Şifadılar ölür. Yox, 3 deyəsən. Cəhənnəm kulesində oldu. Bir şey qalmadı. Biraz şanslıydıq. Əvvəlki şampiyon yürütməyə də şanslı deyilik amma. Orada şampiyon çox pis yürütdük. Ama oyunun sonrasında şanslı olduğumuza görə 3 ata bildik. Ödülünü al. Sandığı açaq, görək nə çıxacaq. Buradan yürütmək daha məntiqli kimi gəldi. Tilkidən yararlanacaq. Orada çox hasar yeyə bilərik. Cəhənnəm kulesini kapattım. 1.40. Özellik basaq orada ilişməsinlər. Hara gedəcəyi lazım idi. Çünki görünməzliyi pis yerə atsaydım boşa gedəcəkdi. Belki işlədi qəşəng. Görünməzlik. Tekrar görünməzlik. Diqqətli bir şəkildə. Çağırdım. Buradan atdıq kraliçeyi. Buz golemi də ataq. Titanı da ataq. Buradan oradan bir zəhər salaq. Yavaş gələcəklər. Biraz pis yerdən atırmışam kimi görükə bilər, amma orada savunmalar olduğu üçün vacibdir.
girişdə öfkə bastım. Şampionun canı fulləndi demək var ki. Sarmaşdırmanı buradan ataq. Ancaq qəşəng yerdən sarmaşdırdım. Burada bir dənə də öfkə basaq. Şifadılarımızın canı hələ maxsdır. Qəşəng işdə görürlər orada. Buralara təmizlik askeri ataq. Buradan Tesla'ya şey attım, süper var attım. Bura bir dənə totem attım. Özellik basaq. Barbar kral irəliləsin. Qəşəng. Barbar kral özelliği qəşəng idi. Olmadan çoxsun təmizlədi demək olar ki. Ödülünü al deyək. Görək nə çıxacaq sandıqdan. Ender. Bayaqdan Ender sıradan. Sonuçlardan gələk buradan inşaat kitabı, araşdırma iksiri, inşaat iksiri, sonra buradan hansını alaq. Yəni duvar yüzü lazım deyil garanti olaraq. Neyse bunu götürək. Buradan təbii ki kürək aldım. Buradan da 20 elmas alaq. Ya da bunu alaq. İkinci bir ödül alabilirik. Təbii ki də ürün aldım, altın ürünü. Son anda lazım ola bilər ürün. Buradan necə eləyək? Təbii ki də bu görünməzlik kulesi yaman şeyləyir. Onda buradan girək. Orada görünməzlik partlayanda şey gedəcək, intikam kulesinə gedəcək bizimki. Şampiyon! Şampiyon sattı. Of. Niye hele oldu ya orada? Buradan yürütərdim gərək. Of. Buradan toparlanmaq var ya. Kelle atısı attım oraya. Buradan saldırıq. Girişdə öfkə basaq. Sürətli bir şəkildə alsınlar oranı. Barbar klan özelliğini direkt bastım. Kraliçe öləcək, ona görə onu buradan göndərək. Yəni, boş yeri ölməsin heç olmasa. Burada özellik basaq elə ki. Görünməzlik yapdıq. Şifacıları qoruduq. Barbar kral orada öləcək kimidir. Burada görünməzlik yapdıq kraliçeye. Bir dənə də görünməzlik. Buranı sarmaşdıraq hər ehtimala. Digər toparladıq amma iç gəlməsi çox düşük bir ehtimaldır. Öfke büyümüz var. Öfkeni gözlədək hələ ki. Buraları yaxşı təmizləyək. Köşələrdə falan bina qalmasın. Orada şişəyə Allah gördü ki. Süper var başa getdi. Bura öfke ataq indidən. Hadi kraliçə, sənə əmanətdir hər şey. Klan kalesi hələ də bitməyib. Çox oyalayır şey. Hadi. Hapşırığın o köpəkləri tanklayır qəşəng. Hapşırıq hələ də yaşayır. Qəşəng hapşırıq tanklasın. Hadi. Hapşırıq sağ olsun. Yaxşı ki var ordumuzda. Yox şifacılar. Şifacılar çox yavaş hərəkət edir. Amma orada şampiyon partlamışdı ona görə. Hələ şampiyon öldüyü halda bu qədər getdiyimizə görə profesional bir oyuncuyuq. Buradan şey var, büyük kulesi var.
Görünməzlik kulesi daha doğrusu. Mən həmişə bu düzənlərə buradan girirəm. Ən yaxşı seçenek budur. Yəni həmişə düz atmışam. Köyə satmamaq kimi bir şansım yoxdur. Şampiyon doğru düzgün yürütə bilsək, niyə olmasın 3 yıldız. Özelliğiyle direkt bastım. Neyse geri çağırdım. Görünməzliyin biri qalsın, vacib değil. Buradan salaq. Buradan titan ataq. İçəri girər o titan yaşasa. Ha, kraliçe oradan getdi, bir şey olmaz. Yaşayar yəqin ki. Buradan girək. Buradan kəllə alsata, yoxsa o şeylərimiz öləcək, valkürlər öləcək. Qəşəng duvar yıxıcılar, sağ olsunlar. Fiyatlılar ora. Birlik fırlatıcı da işe yarayır beləncik. Kraliçe oradan gedir qəşəng. Özellik bastım. Barbar Klan üzerine direkt bastım. Qəşəng. Barbar Klan özelliği sağ olsun. Orada bir tane totem büyüsü attım. Binalar düşmedi hələ. Öfke de ataq ora. Orman bizlərin ikisi sattı. Sağ olsunlar. Orada yenə də dona hərəkət edir. Buranı sarmaşdırdım. Oranı sarmaşdırmaq həmişə də elə oranı sarmaşdırım. Yəni bu tür düzənlərə saldıranda süper barbarları da yaxşı işlətdir əslində. Buradan bir dənə də öfkə bastım. Minyon prens hələ də yaşayır orada. Öldü. Hə. Bir dəqiqəmiz də var hələ. Rahat 3 yıldız. Bayaqdan 3 yıldız ata gedirik. Buradan diqqət çəkən bir yerdən saldıraq. Məsələn, buradan. O intikam kulesinə gedə bilsək yaxşı olar. Yəni mən görünməzlikləri elə diqqətdən işlətməliyəm. O intikam kulesinə gedə bilmək üçün. Görünməzlik qəşəng işlətdik. 41, 40, aha, tilki. Görünməzlik. Qəşəng, tilki yenə qəşəng iş gördü. Görünməzlik yaptım. Bir dənə də görünməzlik. Aha, intikam kulesinə qədər getdik. Alamadık ama onu ala bilərik təbii ki də. Ay. Yəni belə pis bir devok həyatım boyunca görməmişdim. Çox risk elədik. Neyse buradan saldıraq. Yəni, normalda kraliçeyi oradan atmayacaqdım sırf intikam kulesini almaq üçün. 3 dənə barbar attım. Tez bir şey zamanda aldılar. Bura totem büyüsü atmaq məcburiyyətindəyəm. Onun canı direkt fulləndi. Yani orada klan kalesi çıkmasaydı şampiyonu yürüttüğümüz zaman. Rakibin klan kalesi çıktı da. Biz sen sarmaşdıraq, yoksa barbar kral öləcək. Yox, aslında özellik də basa bilərmişik. Niyə hil elədim mən? Barbar klan özelliği düşəcək. Özellik bastıq. Aa, birlik fırlatıcını atmamışım. Ne olacaq da? İndi ataq, bəlkə bir şey elədi. Bura öfkə ataq. Barbar kral hələ də yaşayır. Allah. Ağzımı açmalı dövrək. Neyse buradan 3 gəldi. Orada biraz hatalı saldırılar elədik ama yenə də ordumuz çox güclüdür. Zafer. Bu düzəni nətər üçləyək. Yəni şampiyon buradan ataq. Bitər.
şeydən gedə, mərkəzə qədər gedə bilsəm yaxşı olacaq. Qəşəng. Uf. O X yayına getmə, X yayına getmə. Bir dənə də görünməzlik. Xahiş edirəm içəri gir. Yox, xahiş də düşmür. Yox, geri çağıraq. Oradan bizə çörək çıxmayacaq. Çox pis şampiyon yürütdük. Görünməzliklər də az olduğu üçün şeyləri bağlaya bilmirəm. Bizim şey bitibmiş. Qudretli ləzzət bitibmiş. Ona görə şeyin canı əriyir. Devin. Neyse buradan saldıraq, çox fikirləşdik. Bu sefer birlik fırlatıcını vaxtında işlətdik. Bura bir totem büyüsü ataq. Minyon prensindən muhafız çox vurur. Buranı sarmaşdırdım. Köşəyi hapşırığın köpəkləri sağ olsun. Al onu. Yox, biz bir şey tərifləməyək balaq. Büyücü hadi vur. Vur. Büyücü də 2 saat fikirləşir. Neyse öfke ataq ora. Buradan 3 gələn oxşamır. Bu sefer nəzər dəydi bizə. Yəni, orada irəliləmir ki, yəni şampiyonu o qədər pis irəlilədi. Şampiyon çox pis yürütdük. Ona görə belə oldu. Bundan bir dənə də öfke ataq. Heç olmasa 100-də toparlayaq. Kraliçe tək atıyor kəllə altısına. Neyse, şifacılarımız yaşayırmış elədir. Bu qədər saldırı vəsti bundan sonra çatacağımızı düşünmürəm. Burada savaş günlüyündən göstərək. Mən desəm 4 dənə mi 5 dənə mi saldırı eləmişdim. Saldırılar ardı-ardına saldırılar elədik. Bugünlük bu qədər bəsdir. Sabahda video çəkərəm inşallah.